Allah şahiddir ki, sənin necə ürəyə sahib olduğunu mən özüm bilirəm. Sən mənim oğlumun mövludunda mənim yanımda oldun, məni tək qoymadın. Allah səndən razı olsun. Allah sizdən İndi də deyirəm ki, sənə kim deyir, Allah özü bilsin ondan. Amin. Allah özü bilsin. Sənin necə gözəl ürəyin olduğunu mən özüm bilirəm. Özüm bilirəm. Mən səni nə qədər dünyalar qədər heç nəyə görə yox ha, sənin o gözəl ürəyinə görə. Mənim oğlumun mövludunda mənim yanımda oldun, evimə gəldin. İnan ki, stoldan stakan götürdün, ay ana nəyə lazımdır, kuxnaya keçirdin, iş görmək istəyirdin. O cür ürəyə sahibsən sən. O cür ürəyə sahib bir insansan sən. Sənə kim deyir, Allah ona dəysin. Heç nə demirəm. Hər kim sən haqqıva girir ha, Allah bilsin. Mən qarqış eləmirəm, sadəcə Allaha həvalə eləyirəm. Allah özü bilsin. Ağlama. Ağlama qızım, dəyməz. Dəyməz, ürəyim ağlama. Dəyməz mənim gözəl qızım. Heç ağlama. Sənin gözəl ürəyivə necə sahib olduğunu mən şahidəm. Mən burada hamıya deyirəm ki, Ləmanın necə gözəl ürəyi olduğunu mən özüm bilirəm. Vallahi Ləmandan mənə heç belə necə bir su belə gəlməyib ha, amma mən onun ürəyini bilirəm. Heç nə də istəməmişəm mən qızımdan. And ola bu gecənin sahibinə, bu Rəcəb ayına. Onun necə gözəl ürəyi olduğunu mən özüm bilirəm. Mənim evimdə oldu, mənim balamın mövludunda oldu, mənim yanımda oldu. Vallahi da ana sənə neyniyim Allah. Keçdi kuxnaya, stakanları götürdü stoldan. O qədər sadədir ki, o qədər sadədir ki. Allah özü şahiddir də.